Herkese salamlar. Bugün sizlerle makro hakkında danışacağıq. Makro nədir? Makro hər hansı şablon cədvəllərimizi bizim yaddaşa verilməsi üçün istifadə edirik. Yəni elə ola bilər ki, biz bildiyimiz kimi elə şablon cədvəllər var ki, orada standart məlumatlar daxil olunur və biz onu hər dəfəsində eyni cür yaratmayaq deyə, yəni copy paste eləsək belə, məsəl üçün onun içində bəzi olur ki, funksiyalar itir, bəzi dizaynlar itir və s. kimi. Bu cür hallarla üzləşməyək deyə bizdə Excel-də makro bir hissəsi var ki, biz o əməliyyatlarımızı rekord eləməklə Excel-in yaddaşına veririk və növbəti gələcəkdə rahat şəkildə bizim hər addımımızı rekord edir və onu bizim əvəzimizə sonradan dizayn edir. Bu da gələcəkdə vaxt itkisinin qabağını alır. İndi isə gəlin baxaq görək necə edirik bunu. Bu gün sizlərlə işçi məlumatlarının daxil edilməsi üzərində cədvəl yaradacağıq, ona dizayn verəcəyik və s. kimi. Sonradan onu makro üzərində yoxlayacağıq ki, görək necə alınır, yoxsa yox. İndi bunun üçün ilk öncə biz keçməliyik işçi məlumatlarına. Burada gördüyümüz kimi bizim bir şablonumuz var. Yəni istəsəz buradan yenidən əlavə edib adını dəyişə bilərsiniz və s. kimi. Bizə indi lazımdır işçi məlumatları. Görürük burada bu boşdur. Gəlirik burada developer hissəsinə. Burada record makro var. Record makro klikləməklə belə bir pəncərə açılır və biz həmin məlumatlarımızı nə üzrə yaradırıqsa makronu, ona ad veririk. Bizim burada ad vermə mərhələsində mütləq şəkildə bir şeyə diqqət etməmiz lazımdır. Birincisi, boşluq olmaz makro adında. İkincisi, rəqəmlə başlaya bilmərik. Yəni biz bir yaza bilmərik. O onu save eləməyəcək. Üçüncüsü, xüsusi simvollardan istifadə edə bilməzsiniz. Yəni ulduzdur, DS və s. kimi. Ən əsası da ki, şerifimiz ingilis şerifində olmalıdır. Bizdə indi Azərbaycan şerifindədir deyə. Çünki indi biz cədvəlimizi, başlığımızı Azərbaycan şerifindən qururuq. Amma makro name mütləq şəkildə ingilis dilində verməliyik. Məsəl üçün biz ona yaza bilərik ki, employee table məsəl üçün yazaq. Bu şəkildə tutaq ki, yazaq. Daha sonra məsəl üçün burada story macro in var ki, hardanı seçmək lazımdırsa onu seçməliyik. Məsəl üçün personal macro book, workbook o deməkdir ki, bütün hər yerdə istifadə edə bilərik. Yəni növbəti istifadə edəcəyimiz Excel səhifəsində new workbook-da isə ancaq yenisində istifadə edə bilərik. Yəni sınırlayırıq bunu. Və this workbook isə ancaq bu formasında istifadə edə bilərik. Yəni bu səhifədə istifadə edirik. Biz indi istəyirik personal olsun ki, biz növbəti illərdə də istifadə edə bilərik. Daha sonra description var ki, description-da da burada hər hansı bir təsvir verirsən ki, məsəl üçün bu nə üçündür və s. kimi. Və ondan sonra OK-yə sıxırıq və görürük ki, avtomatik olaraq artıq burada stop recording yazana qədər biz deməli bütün əməliyyatlarımız burada qeyd olunacaq. Nə edirik? Vaxt itirmədən biz başlayırıq cədvəlimizi qurmağa. Bura hər hansı bir məlumat verə bilərik. İndi bizə məlumat lazımdır ki, bura indi buradan başlaya bilərsiniz. İndi biz başlayaq buradan. Birinci yazaq məsəl üçün işçi ID-si. ID odur ki, indi bizə şerif ingilis dilində deyil, bu formada oldu. Yəni kodları deməkdir, hansı koddur. Sonra yaza bilərik adı, ad, sonra soyad. Daha sonra gəlir məsəl üçün elə şeylər var ki, burada ata adı da istəyir, məsəl üçün yaza bilərik ata adı. Daha sonra gəlir məsəl üçün vəzifə. Daha sonra məsəl üçün şöbə. Sonra işə başlama tarixi. Gördük burada sığmadı. Bunu eləyə bilərik. Burada məsəl üçün qayıdıb bura. Bunu wrap text-lə alt-alta da yaza bilərik. Daha sonra məsəl üçün əmək haqqını yazırıq. Mütləq şəkildə bu lazımdır. Əmək haqqı. Daha sonra keçirik məsəl üçün bu hissəyə. Bu da gördüyümüz kimi sığmadı. Bunu da wrap text-lə yaza bilərik ki, alt-alta səliqəli olsun. Sonra ödəniş tipi. Hansı cədvələ sığmırsaq, yəni xanaya sığmırsa, onu wrap text-lə alt-alta səliqəli formada yaza bilərsiniz. Sonra yazaq status. Daha sonra məsəl üçün qeyd yaza bilərik. Qeyd ki, tam ştatlı, yarım ştatlı və s. kimi. Bu qədər bəsdir. Biz indi bunları qeyd etdik. İndi nə edirik? Bunları daha sonra məsəl üçün işçinin ID-sini yazıb, bunları hamısını klikləyirik və bunları tünd rənglə edirik ki, bilinsin ki, bizdə bu kimdir. Sonra burada buna dizayn edirik. Məsəl üçün bu ortaya gətiririk və burada orta hissəsinə gətiririk ki, yuxarı qalxsın və səliqəli görünsün. Daha sonra nə edirik? Və burada indi istəsək burada işçilərin ID-sini yaddan yazırıq və bunları biz cədvələ alaq ki, məsəl üçün tutaq ki, neçə işçimiz olacaqsa, indi bu şəkildə tutaq ki, belə edə bilərik. 237 nəfər işçimiz var və bunları biz sərhədləşdiririk, yəni cədvələ salırıq. Daha sonra məsəl üçün bu cədvələ saldıqdan sonra istəsəz bura məsəl üçün dizayn edə bilərsiniz. Buna hər hansı bir biraz tündləşdirək, yəni ki, fərqlənsin dizaynımız və buranı da dizayn edə bilərsiniz. Və yaxud da ki, bunu biraz açıq rəng edək ki, qarışmasın. Biraz açaq bunun rəngini. Bu şəkildə məsəl üçün biraz fərqli formada dizayn edə bilərik.
Hı -hı. Sonra istəsəz bu fontun da rəngini dəyişə bilərsiniz. Tünd rəng elə bu formada qalsın. Və bu şəkildə artıq biz cədvəlimizi qurduq. Gördünüz ki, burada məsəl üçün bu fontumuzu dəyişə bilərsiniz. Bu hamısını birlikdə gətirək seçdiyimizi. Ya Ctrl+A-la da eləyə bilərsiniz. Ctrl format bu şəkildə də edə bilərsiniz. Fərqi yoxdur. Bunun məsəl üçün fontunu dəyişək, Arial qoyaq. Daha sonra məsəl üçün şrifti dəyişə bilərsiniz. Məsəl üçün 12 qoya bilərsiniz. Biraz iri formada. Amma istəsəz bunun fontunu dəyişib başqa formada qoya bilərsiniz. Bununki başqa olmalıdır bu şəkildə. Bunda biraz 12 olsun. Bunun aşağı hissəsində 10 eləyək ki, səliqəli görünsün çox da. Bunu məsəl üçün eləyək 10-cu, biraz balaca olsun. Və bu şəkildə artıq biz cədvəlimizi qurduq. İndi bunu biraz düzəliş eləyək. Burada elə bir ki, tam səliqəli görünsün. Biz özündən artıq belə bir formanı düzəltdik. Belə bir bizim artıq cədvəlimiz hazırdır. Yəni bu şablon cədvəldir. İndi nə edirik? Keçirik yenidən developer hissəsinə. Yəni əgər bir nəyisə daxil etmək istəmirsinizsə, yəni burada ödəniş tipini tutaq ki, əmək haqqı formasına istəsəz burada sonda düstur da yaza bilərsiniz. Tutaq ki, gəlib biz ən sonuncu hissəsinə burada tutaq ki, sam düsturunu da yaza bilərsiniz ki, ümumi olaraq nəyi hesablansın? Biz seçə bilərik ki, tutaq ki, bütün əmək haqqını hesablasın bizə. Burada məsələn əmək haqqının səhifəsini, cədvəli bütün sütunu seçməklə tam hesablaya bilərik və bağlayıb enter sıxa bilərik. Görürük ki, 0 göstərir. Amma burada hər hansı bir məsələn 555 və yaxud da burada 333 yazsaq görürük avtomatik olaraq hesablayır. Bu daha çox bizə hər hansı bir baş kitabda və yaxud da hesabların lazım olur dövriyyə cədvəlində. Və bu şəkildə də biz artıq bunu düzəliş etdik və qeydlər bildiyimiz kimi məsələn burada qeydləri də yaza bilərik və s. kimi. İstəsə bura biz Ctrl Shift L ilə filtr də verə bilərik. Bu avtomatik olaraq filtrlənsin də. Daha sonra istəsə bunu format as table kimi smart table formasında da sala bilərsiniz və s. kimi. İndi bu kifayətdir. Bunu artıq biz hamısını elədik. İndi yenidən qayıdırıq developer hissəsinə və burada stop recording var. Stop recording-i klikləməklə artıq bizim bu bütün əməliyyatlarımız Excel-in yaddaşına yazıldı. İndi gəlin yoxlayaq, görək həqiqətən yazılıb yoxsa yox. Burada keçirik ikinci səhifəyə, bu Sheets 1-ə və görürük ki, burada heç bir şey yoxdur. Biz istəyirik ki, həmin o buradakı işçi məlumatlarını düzəltdiyimiz bu cədvəli burada yenidən yazaq. Amma biz əllə yazmaq istəmirik əlbəttə ki. Biz istəyirik ki, o yazdığımız makroda olsun. Və bundan sonra burada klikləyirik və görürük ki, bizim bugünə qədər gördüyümüz artıq əməliyyatlarımız düşüb. Və burada 2 dənə əməliyyatımız var. Bir var Design 1, bir də var Employer Table. Biz Employer Table-dan istifadə edəcəyik, çünki onu biz işlətmişik. Ona görə də Employer Table-ı seçirik və Run düyməsini sıxmaqla avtomatik olaraq görürsünüz ki, bizim əvəzimizə Excel hazırladı. Əlbəttə ki, indi burada biraz düzəlişlər etmək lazımdır. Çünki gördüyümüz kimi burada sual işarətini biz özümüz düzəliş etməklə düzəldə bilərik.